Gəlin heyvan sağlamlığında çox vacib bir antibiotik olan defafenikol 20%-ə nəzər salaq. Yaxşı. Bəs bu antibiotik baytarlıqda niyə bu qədər geniş istifadə olunur? Əsas tərkibi florfenikoldur. Bu, bir çox bakteriyal infeksiyaya qarşı əsl güclü silahdır demək olar. İstifadə sahəsi çox genişdir. Mal-qaradan tutmuş, quşçuluq, hətta balıqçılığa qədər. Ən çox istifadə olunduğu sahələrdən biri heyvanlarda ciddi tənəffüs yolu infeksiyalarıdır. Məsələn, bronxopnevmoniya və iribuynuzluların tənəffüs xəstəlikləri kompleksi kimi ciddi hallarda. Təkcə tənəffüs yox, həm də həzm sistemi infeksiyalarına qarşı da çox təsirlidir. Bakterial isxal və salmonellus kimi təhlükəli infeksiyaların öhdəsindən gəlməyə kömək edir. Quşçuluq təsərrüfatlarında da rolu böyükdür. Gəlin baxaq, hansı xəstəliklərdə işə yarayır? Məsələn, CRD, yəni xroniki tənəffüs xəstəliyi və digər infeksiyalarda çox effektivdir. Və iş bununla bitmir. Hətta akvakulturada, yəni balıqçılıqda da istifadə olunur. Burada da sarılıq kisəsi infeksiyaları və müxtəlif bakterial septisemiyaların qarşısını alır. Yaxşı, bəs üstünlükləri nələrdir? Geniş təsirlidir, sürətlə sorulur və çox effektivdir. Amma təbii ki, bu güclü dərmanın istifadəsi üçün ciddi qaydalar var. Ən vacib məqam, bu dərmanı yalnız peşəkar nəzarəti altında istifadə etmək olar. Mütləq bir baytar tərəfindən təyin edilməlidir, doza isə heyvanın növünə görə dəyişir. Və gəldik ən kritik qaydaya, gözləmə müddəti. Bu çox vacibdir. Bu qayda həm ətin, həm də südün təhlükəsizliyi üçündür. Buna əməl etmək şərtdir. Yekun olaraq, defafenikol 20% düzgün istifadə edildikdə həqiqətən də həyati bir vasitədir.